Sağ olun uşaqlar. Sağ olun. Əyləşin. Uşaqlar, bu günlərin kitabımızın birinci hissəsinin coğrafiyadan ümumiləşdirilmə dərsi kimi götürək və birinci hissəyə aid olan sualları sıra-sıra yaxınlaşıb sizə cavablandırın və sıralar üzrə görək ki, suallara cavab verə biləcəkdir və hər sıra görə neçə bal qazanacaqdır. Başlayaq birinci sıradan. Buyurun. 6 dağlar içindeki 500'den ay Deniz Asya nedir? Deniz Asya. Antarktika'da buz katılmak maksimum kalınlığı neçə metrdir? Göldə bircə hansı göllər yer alır? Maral göl, Ceyran göl, Ağ göl, Qara göl, Şam göl, bizə Səhər göl. Aferin, doğru cevap. Artık 2 tane doğru cevabımız var. Buyurun. Litosferin bölündüğü iri parçalar necə adlanırlar? Litosfer hansı iri parçalara bölünür? Litosfer tabalarına. Evet. Avrupa, Asya və həmçinin Avropa ülkəsində alır. Avrupa, Asya, həmçinin. Avropa, Asya, Afrika birlikte necə adlanırlar? Nə dünya adlanırlar? Ben çok bilmiyorum. Aferin, dur. Bu sırada hər iki doğru cevabı dayanmışıq. Endogen reliefi neye değilir? Litosfer Yok, endogen relief nəyə deyilir? Endogen. Yerin tarafı, Düzənliklərdən mənşəyinə görə neçə yerə yerə bölünür və hansılardır? Düzənliklər mənşəyinə görə hansı qruplara bölünürlər? Hansılardır? 2 yerə bölünür, Dendosya və Akumya. Doğru. Birinci sıradan kimler doğru cevap verdilerini kaldırsın? 1-2 nəfər. Deməli, birinci sırada Sənədlər hündürlüyünə görə neçə yerə bölünür və hansılardır? 2 yerə bölünür. hündürlüyünə görə. Hündürlüyünə görə. Hündürlüyünə görə. Dendosya. Yox, hündürlüyü. Yayla, ovalı, və yüksəklik. Evet. Hələ ki bir sözümüz var. Yerin daxilində neçə əsas təbəqə var? Yer qabuğu mantığı nədir? Doğru. Arktik okyanın sahəsi nə qədərdir? Şimal okyanının. Deməli, İki düzümüz var. Hələ Quru sahəsi təqribən neçə milyon kilometrdir? Quru. Mən 109 doğrudur. Qırışıq dağlar nəyə deyilir? Nədir? Mən deyim. Nədir? Mən qırışıq dağlar dağın zirvə və yamaçlarında olan tavalara toxuşması nəticəsində yaranan Qəzet havaların toxuşması nəticəsində yaranan relieflərdir. Evet. Magma yüksəklik. Çıxanda necə adlanır? Magma yer səthdən çıxanda necə adlanır? Doğrudur. Üç düzümüz var. Avropa kıtasının sahəsi neçə milyon kvadrat kilometrdir? Avropanın sahəsi nə qədərdir? Bilməli.
göl neçə fikir hündürlükdə yerləşir? Suyun daxilində hansı halda yaranır? Okeandan sudan da yaranır. Ay sağ aferin. İkinci sıradan kimler doğru cevap verirler kaldırsınlar. 1, 2, 3, 4, 5. Aferin uşaqlar. İkinci sıramızdan birinci mərhələdə 5 nəfər ikinci mərhələyə keçdi. Üçüncü sırayla devam edirik. Afrika müddətinin sahəsinin çevrilmişdir. Yok, o qurunun ümumi sahəsi də olur. Afrikanın ümumi sahəsinə qədər. Afrika 30 gram, 15 milyon böyle tutulmuş. Endogen gübrə nəyə deyilir? Endogen yerin xarici. Endogen. Endogenin daxili. Tamam. Fotosentez nədir? Zəlzələnin baş verdiyi olacaq. Ay, doğru. Uzunluğuna yayılan dağlar hansılardır? Uzunluğuna yayılan dalgalar. Zəlzələ dalgası. PS. Yok, S-N'den dalgalar. P dalgaları. Pedallar əsaslanır. Avropa xəritəsində ən hündür zirvəsi nədir? Evet. Asya. Yok, Avrupa'nın en öndeki zirvesi. Amerika. Ne? Amerika. Yok, zirvesi. Bence torpaq dünyadakı yaramaz ölçümləri. Yok, Şey, 7 dənə adamın birləşməsi. yok. Mən göndərəm. Grubunun iri masiflerine dikkat edilir. Böyle. Üçüncü sırada geçen tane dolgumuz oldu. 2 tane. Üçüncü sırada 2 nefer ikinci merhaleye geçmiş olur. Devam edelim ikinci merhalemize. İkinci merhaleyle devam edelim. Antarktidanın en alçak ərazi neçədir? Adı nedir? Antarktidanın en alçak noktasını. Nerede adı şu anda? Söz. İki nefer metre almıştı birinci sıradan. Tuhaf zəlzələsi nə zaman və neçə bal gücündə yaranır? 2011-ci ildə 8,59 bal gücündə yaranır. Deməli, ikinci mərhələyə birinci sıradan yalnız bir nəfər keçmiş oldu. Qeyd edirik. İkinci sırayla devam edirik. İkinci sırayla devam edirik. İkinci sıramızda 5 nəfərdir. 5 nəfər olanlar deməli yaxınlaşıraq buyur. Antarktidanın sahəsi neçə milyon kilometr kvadratıdır? 14,2 milyon kilometr. Doğrudur. Cənubi Amerikanın ən hündür zirvəsi nədir? İlk sonması. Yox, Cənubi Amerikandır. O Antarktidanın hündür zirvəsi. Mən verirəm. Bilmədim. Mən Aconcagua. Doğru. Şimali Amerikanın ən hündür zirvəsi nədir? Şimali Amerikanın ən hündür zirvəsi Del Carbon. Yox. Den. Denali. Ay, sağ ol. Denali. Denali. Pik nədir? Pik nədir? Pik. Bilmədim. Şiş uclu zirvələrə deyirlər. Kasti suyun tərkibi hansı mineral suyuna oxşayır? Dünyada hansı mineral su var idi ki, Kəlbəcərdə olan isti su dünyada hansı isti suya bənzəyir? Tərkibi. Hansıydı? Karbon. Doğru, kalorifer. İkinci sırayla yakınlaştırdık ve ikinci sıradan 3 nefer ikinci mərhələni uğurla tamamladı. Üçüncü sırayla devam edirik. Üçüncü sırayla devam edirik. Orta
dağlar neçə metrdir? 1000, 2000, Ay, 1205. Elbrus vulkanının hündürlüyü nə qədərdir? 4000, Yok. Elbrus'un hündürlüğü ne kadar? 8000, Yok. Ne kadar? 5000. Tamam. Deməli, uşaqlar 3-cü sıradan bir nəfər keçmiş oldu. İkinci mərhələdən tamamlamış oldu və sıralarımızı cəmləsək, birinci sıradan 3 bal, ikinci sırada 8 bal, üçüncü sırada 3 bal qazanmış oldu. Bununla da müəyyən elədik ki, ən çox dərs oxuyanımız ikinci sırada cəmlənmiş imiş. İkinci mərhələdə qalib olanların sual yarışına davam edərik. Yaxşı.